Necə başlayaq? Bugün keçəcəyimiz mövzu təhsil forması, təhsil alma forması bunlarla bağlıdır. Birinci gəlin görək, təhsil hüququ nədir? Baxın, təhsil ümumiyyətlə hüquq nədir? Mən istəsəm edərəm, istəməsəm etmərəm, elə deyilmi? Yəni, hər bir vətəndaşın, hər bir kəsin hüququ var, müəyyən qaydada. İndi gəlin görək, təhsil hüququ deyəndə nəyi nəzərdə tuturuq? Yadda saxlayın ki, hər bir vətəndaşın təhsil almaq hüququ var. Bu nə deməkdir? Yəni, maddi vəziyyətindən asılı olmayaraq, sağlamlığından asılı olmayaraq, hər kəs nə etməlidir? Təhsil ola bilər. Deməli, indi nəyə diqqət etmiş oluruq? Hər bir vətəndaşın, görürsünüz, təhsil almaq hüququ var. Sonra, yadda saxlayın ki, dövlət pulsuz, yəni ödənişsiz şəkildə icbari ümumi ortanı təmin edir təhsil almaq üçün. Bu nə deməkdir? Baxın, 9-cu sinifə qədər məcburidir, elə deyilmi təhsil almaq? Yəni, biz istəsək də 7-dən, 8-dən uşağı çıxarda bilmərik. Çıxarsaq belə bu cəzadır. Deməli, icbar nə deməkdir? Məcbur deməkdir, elə deyilmi? İndi dövlət sizə, əgər sual verirsə ki, pulsuz təmin etdirir təhsil almağı, icbari ümumi orta təhsil almağı necə götürmüş olacaqsınız? Bəli.